Dərin və okeanların relyefi mövzusu 3.2. Bu dərsdə nədən bəhs edəcəyik? Bu dərsdə qitələrdən, Avropa və Asiya qitələrindən, o cümlədən Azərbaycan hansı qitəyə aid olduğundan danışacağıq. Bax, bu xəritə gördünüz, bu xəritə indiki, yəni köhnə 11-lərin, 10-cu siniflərin kitabından götürülmüş bir xəritədir və çox sevinirəm ki, bu mövzu hələ də davam edir. Deməli, Avropa və Asiya Avrasiya qurusunun hissələridir. Biz bilirik ki, Avrasiya materiki iki qitədən ibarətdir. Asiya və Avropa qitələrindən ibarətdir. Bu anlayışları ilk dəfə qədim Yunanlılar və ya Mesopotamiyalılar tərəfindən irəli sürüldüyü güman olunur. Onlar yaşadıkları ərazilərdən qərbdə və şimal-qərbdə yerləşən Avrasiya ərazilərini Finikiya dilində, yəni Fin dilində Erobu, sol, gün batan deməkdir. Şərqdə isə Asiya, Asu, gün çıxan deməkdir, mənasını verir. Yəni sağ, sol, Avropa tərəf sol, Asiya tərəf isə sağ, yəni gün çıxan.